Salam əziz müəllimlər, abituriyentlər və kanalımın izləyiciləri. Söz verdiyim kimi, ə, bugün etibarı ilə əslində dünənləri Telegram kanalında göndərmişəm. Birinci bölmənin ümumi təkrar sual-cavab dərsi. Belə deyəcəm, bu bölmələr orada qeyd etdiyim kimi burada da qeyd edim. Bu bölmələr sıfırdan tədris olunmur. Əgər bir abituriyent may ayı ərzinə qədər dərs keçibsə, may ayında ümumi təkrarda mən ona kömək edə bilərəm. Hansı ki, qəbula qədər bütün nəzəriyyələri təkrar 30 dəqiqəlik, 40 dəqiqə ərzində sual-cavab formatında bir dərs təşkil etmək, eyni zamanda bu bölmələrə dair qəbula düşə biləcəyi sualların izahları ilə bağlı. Bildiyiniz kimi 2 gün sonra Telegramda, YouTube üzərindən daha doğrusu canlı yayınlara başlayacağam. 1 saat ərzində hər gün 23:00-dan sonra dərslərimiz başlayacaq. Dərslərimiz ödənişsizdir. Linki paylaşın ki, daha çox insana faydamız olsun. Birinci bölmənin, belə deyək, sual-cavab dərsin hər birinizə göndərmişəm. İndi isə başlayırıq DİM-in 16-cı bölməsi. Sual yarana bilər ki, niyə birdən sonra 16? Yəni, əgər birinci bölməni keçən dəfə keçmişiksə, niyə 16-cı bölməni tədris edirik bu günləri? Bildiyiniz kimi DİM test bankında 1 və 16-cı bölmələr birləşib. Yəni, ona görə o sualları hansı DİM-in üzərindən hərəkət edəcəm mən. Ona görə DİM formatında olan bütün sualları möhtəşəm bilmək, qəbulun hardasa çox hissəsini mənimsəmək deməkdir, düşə biləcək suallardan agah olmaq deməkdir. Keçdik birbaşa dərsimizə. Bu bölməmiz adlanır informasiya təhlükəsizliyi. Bura aiddir informasiyanın qorunması, ziyanverici proqramlar. Gələk informasiyanın qorunma üsulları. İnformasiyanı qorumaq üçün kompleks mühafizə sistemi var. Kompleks sözü yəqin ki, bilirik, bütövlükdə deməkdir. Yəni, kompleks yanaşma nədir? İnformasiyanın təhlükəsizliyi bir çox problemləri kompleks formada qorumaq, ümumi ad altında. Bu kompleks mühafizəyə aid olanlar, birinci, yadımızda saxlayırıq, təşkilati mühafizə, əzbər bilməliyik. Mən biraz qələmim səliqəsiz yazır, ona görə üzürlü hesab edin. Təşkilati mühafizə. İkinci gəlir, proqram aparat mühafizəsi. Proqram aparat mühafizəsi. Daha sonra qanunvericilik, hansı ki, qanun çərçivəsində həll olunur, qanunvericilik mühafizəsi və dördüncü, sonuncu mühəndis texniki mühafizə. Bu mühafizələri kompleks formada biz əzbər bilməliyik. Bu bizim bilməyimiz vacib olan məqamlardır. Əslində, əziz abituriyentlər, əziz müəllimlər, mən bu dərsləri canlıda da keçə bilərəm. Mən istəmirəm ki, bu dərslər canlıda vaxtınızı alsın. Mən öncə belə dərsləri çəkəcəm sizin, belə deyək, dərs öncəsi sizə göndərəcəm. Siz bu dərsləri hazırlaşandan sonra bunların birgə testi, müzakirəsini aparacaq o 1 saat ərzində. Deməli, bu 4 mühafizə sistemini əzbər bilməliyik. Gəlirik parol. Parol, ümumiyyətlə, biz paroldan nə üçün istifadə edirik? Yadımızda qalsın. Birinci, verilənləri əks etdirmək üçün hansısa bir verilənimiz var. Onu əks etdirməyə qoyulan məhdudiyyətdir. Hansı ki, biz istəmirik bizim verilənlərimiz hardasa əks olunsun. Bir də verilənə girişi məhdudlaşdırmaqdır. Hansı ki, verilənimizə ümumi halda ümumi halda biz deyirik ki, paroldan istifadə edəndə verilənlərə giriş məhdudlaşır. Eyni zamanda verilənləri əks etdirmək üçün girişə məhdudiyyət qoyuruq. Bu olur bizim paroldan istifadə üsullarımız. Yəni, informasiyanı qorumaq üsullarımız, qorumaq üçün də biz paroldan istifadə edirik. Verilənlərin icazəsiz istifadədən qorumaq üçün paroldan istifadə edirik. İnformasiyanın var biometrik mühafizə sistemi. Biometrik. Bunu da əzbər bilməlidir hər bir abituriyent. Birinci barmaq izidir. Buna daktiliskopiya da deyirlər. Daktil. Əslində taktil nə idi? Toxunaraq aldığımız informasiya. Kopiya. Daktiliskopiya. Barmaq izi.
Barmaq izi. İzi. Daha sonra ikinci gəlir bizdə nə? Nitq özəlliyi, nitqə görə tanıma. Nitqə görə qeyd edirəm. Üçüncü, gözün güzeylik qişası. Güzeylik qişası. Daha sonra dördüncü, üzə görə tanıma. Üzə görə tanıma. Beşinci isə olur ovuca görə tanıma. İndi bunları bir-bir incələyək. Daktiloskopiya dedik ki, barmaq izinə görə. Hər bir insanın əl barmaqlarının izləri unikaldır. Üzr istəyirəm. Unikal nədir? Bənzərsizdir. Güzeylik qişanın təsviri analiz edən sistemlər kifayət qədər etibarlı tanımanı təmin edir. Yəni, bu stabildir. Ümumiyyətlə, bu adı çəkilən biometriyalar stabildir. Ömrü boyu insan həyatını dəyişməyən, belə deyək də, özəlliyidir, özəl tərəfdir. Anadan olan uşağın barmaq izi və yaxud da sonradan böyük formada, yəni və yaxud da nitqə görə tanıma da həmçinin burada səs tezliklərindən söhbət gedir. Üzə görə tanıma, üzün müəyyən koordinatları, üzdə nə qədər belə deyək də plastik əməliyyatlar aparılsa belə, botoks və yaxud da hansısa müasir belə deyək, gözəlləşdirmə anlamında hansı əməliyyatlar aparılsa belə üz tanıma yenə öz sabitliyini qoruyur. Yəni, bunu da yadımızda saxlayaq. Ovuc içi cizgi də ovucun əlin ölçülərindən, formasından, əlin üstündəki barmaq sümüklərinin qatında yerləşən qan damarlarına, eyni zamanda ovucun içərisindəki o cizgilərdən istifadə edərək biometriya sistemin tənzimləyir. Deməli, bu 5 dənəni də yadımızda saxlayırıq. Daktiloskopiya, yəni barmaq izinə görə, nitqə görə, gözün güzeylik qişasına görə, üzə görə, ovuca görə tanınma. Yəqin ki, bu hissədən bir problemimiz qalmadı. Keçdik viruslara. Virus nədir? Virus kompüterdə çoxalmaq, eyni zamanda rabitə kanalları, kompüter şəbəkələri, informasiya daşıyıcıları vasitəsilə digər kompüterlərə, şəbəkələrə yayılma qabiliyyətinə malik olan bir ziyanverici proqramdır. Yadımızda nəyi saxlayırıq? Virus da variantlarda olacaq ziyanverici. Ziyanverici. Mən bu günləri ümumiyyətlə bir neçə dərs qələm mənim sözümə baxmır. Ona görə gələk təqdimi də üzürlü sayasız. Deməli, ziyanverici proqramdan söhbət gedir. Virus nə oldu? Ziyanverici proqram. Yadımızda saxlayırıq. Çox vaxt testlərdə düşən məqamları qeyd edirəm. Siz də bunları qeyd edin. Virusların həyat yolu başlayır yoluxdurma. Yəni, yoluxdurma və aktivləşdirmə. Yəni, yoluxdu mu aktivləşəcək. Virusun həyat yolu belə başlayır. Kompüter viruslarından qorunmağın da, virusdan qorunmağın 3 dənə səviyyəsi var. 3 səviyyə. Bunu necə yadda saxlayasınız? Baxın, birinci səviyyə deyirəm. Yaxşı olar ki, kompüterə virus daxil olmasın. Bax, kompüterə virus daxil olmasını belə yazaq da, olmasının qarşısı alınsın. Alınsın. Bu nədir? Qarşısı bərbad yazır. Bilirəm, klaviaturdan nəyə görəsə belə qələmdə olan problem. Yox. Qarşısı alınsın. Nədir bu? Yəni, bircə saniyə. Deməli, bu nədir? Bunu düzəltmək istedim. Kompüterə virus yaxşı olar ki, daxil olmasın. İndi biz bunun daxil olmasının qarşısını almaq üçün antivirus proqramları haqqında danışacaq. İkinci nədir? İşte də indi daxil olub. Nə etməliyəm mən? İkinci səviyyə belədir. Virus hücumlarının qarşısını alaq. Qarşısı alınsın. Deməli, alınsın. Deməli, birinci dedik ki, kompüterə yaxşı olar ki, virus daxil olmasın. Daha sonra dedik ki, virus daxil olubsa da nə edə bilərik? Maksimum hücumun qarşısını alaq. Yəni, hücumların qarşısını alaq. Üçüncü səviyyə, əgər hücum da varsa, artıq virus aktivləşibsə, həyat yolu başlayıbsa, hücumlar minimuma indirilsin. Yəni, hücumun təsiri minimuma endirilsin. Deməli, biz bu 3 səviyyəni bəzən abituriyentdə yadında saxlaya bilmir. Bunu ən asıl qaydası ilə belə deyək də izah edirəm sizə. Bir də diqqətli olun.
Üç səviyyədir. Kompüterə yaxşı olar ki, virus daxil olmasın. Buna deyirik, kompüterə virusun daxil olmasının qarşısını almaq. Da daxil olub biz nə edə bilərik? Hücumun qarşısını almaq. Da hücum da varsa artıq biz nə edə bilərik? Hücumların təsirini minimuma endirə bilərik. Bu da oldu bizim səviyyələrimiz, qorunma səviyyələrimiz. Daha sonra kompüterdə virusun, yəni ziyanverici proqramın olmağını hardan bilə bilərik? Mən bir-bir qeyd eləyəcəm. Deməli, sərt diskə tez-tez müraciət olunur. Hansısa fayl qovluq öz-özündən yoxa çıxır. Sonra kompüteri başladarkən, qurğunu başladarkən zəif işə düşür. Kompüterlər tez-tez sıradan çıxması, yəni ilişməsi baş verir. Sonra CD disk sürücüləri var, öz-özünə açılıb bağlanır. Ekranda nəzərdə tutulmayan görüntülər meydana gəlir. Sonra səs siqnallarının generasiyasıdır. Asılıb qalmış yaxud öz-özünə belə deyək də, hansısa proqrama gözləmirik. Oradan gedir, o proqramı açır biz üçün. Yəni, bu hallar varsa, deməli, bizim kompüterimizdə ziyanverici proqramlar var artıq. Virusumuz var deməkdir. Virus aşkarlandıqda aşağıdakı əməliyyatları icra etmək faydalıdır. Hansılar da olar? Yerinə yetirilən işlərin nəticələrini xarici daşıyıcılarda saxlamaq. Yəni, biz məlumatlarımızı, danlılarımızı fləşlərdə saxlayaq. Fləş. Daha sonra kompüteri lokal şəbəkədən, internetdən ayırmaq. Bu ikinci işimiz olsun. Kompüterə düşmüş virusun nəticəsində əməliyyat sistemi sərt diskdən yüklənmirsə, əməliyyat sistemini xarici daşıyıcılardan yükləməyə çalışaq. Və eyni zamanda vacib məsələlərdən biri də antivirusumuzu işə salmaq olmalıdır. Ziyanverici proqramlardan, yəni virus proqramlarından ən ziyanlısı yadımızda qalsın Troyan viruslarıdır. Troyan viruslardır. Troyan atı da deyirlər buna. Yəqin ki, filminə baxmısınız. Troyan virusları adətən başqa fayllara yoluxdurmurlar, öz-özünə çoxalmırlar, amma geniş yayılmış proqramlarda maskalanaraq istifadəçinin həmin proqramı öz kompüterinə köçürməyə və ziyanverici kompüterlərdə quraşdırmağa təhrik edir. Ümumiyyətlə, bu Troyan viruslarında, Troyan atlarını belə deyək, bir-birinə öz fəaliyyətinə görə fərqləndirilir 3 növü ilə. Birinci növümüz belədir. Uzaqdan idarə edilən utilitlər. Uzaqdan idarə edilən utilitlər. Bunlar nədir? Kompüterin bədniyyətli şəxs tərəfindən uzaq məsafədə idarə edilməsinə imkan verən virusdur. Sonra gəlir ikinci, elə bunun adı bizə virus olduğunu bildirir. Cəsuslar. Cəsuslar nədir? İstifadəçinin hərəkətini gizli olaraq müşahidə edir və bədniyyətli şəxsi maraqlandıran məlumatı özündə saxlayır və, bax, burada açar məqamdır bu, və vaxtaşırı cinayətkara göndərir. Burada cinayətkar sözü açardır. Yəni, bunu da yadımızda saxlayaq. Burada uzaqdan idarə ediləndə uzaqdan idarə edilmə sözü olmalıdır mütləq. Açarları da sizə deyirəm. Müəyyən açar qaydalarla yadımızda saxlamağa çalışaq. Cəsuslarda cinayətkar sözünü görəsiniz. Reklam virusları, üçüncü də olur reklam virusları. Reklam virusları da tez-tez istifadə olunan proqramlara reklam və elan xarakterli məlumatları yerləşdirir və cəsus proqramı kimi fəaliyyət göstərir. Cəsusa bənzəyir, amma nəydədir bu? Reklamların daxilindədir. Bunu da belə yadımızda saxlayaq. Biz dedik ki, virus ziyanverici proqramlardır. Yaxşı, sual yaranır. Biz viruslardan qorunmaq üçün nə etməliyik? Viruslardan qorunmaq üçün biz antiviruslardan istifadə etməliyik. Antiviruslar, bircə sən ekranı aşağıya çəkim. Antiviruslar viruslardan müdafiə sistemidir, mühafizə sistemidir və antiviruslardan müdafiə olunmaq üçün antivirus proqramları bizə lazımdır. Hansı antivirus proqramları var? Mən istədim bir ekranda yazın bunların hamısı. Nədənsə alınmadı. Buradan yaza bilərəm amma. Bir saniyə alınmadı. Yox. Yuxarıdan qeyd eləyərik. Bir saniyə bunu çəkək bu tərəfə. Deməli, biz buradan bir-iki cümlələr qeyd edəcəm. Sonra növbət dərsə keçəndə ekranı təmizləyib oradan qeyd edəcəm. Birdən qeyd götürərsiniz deyə bir dərsin qeydi bir iş sahəsində olsun bizim üçün.
Deməli, hansı antivirus proqramlarını tanıyırıq? Proqramların adını yadımızda saxlamağa məcburuqmu? Bəli. Avast. Çox belə deyək də, mühafizə sistemi yoxdur. Amma yəni antivirus kimi yadımızda qalsın. Panda, Titanium. Daha sonra Doktor Web. Doktor Web. Daha sonra Kaspersky. Kaspersky. Sonra Norton antivirusu var burada. Ən çox testlərdə də düşən Mediafe var ya burada. Afe. Bu da testlərdə ən çox istifadə olunan Avastdır, Panda'dır, Doktor Web'dir, Kaspersky'dir, EMC, AF kimi yazılan. Eyni zamanda Norton antivirusları, digər antivirusların da adını bilmək məcburiyyətindəsiniz. Bunlar antivirusların adıdır, antivirus proqramları adıdır. Antivirus proqramları funksiyalarından asılı olaraq bölünür bir neçə qrupa. Təbii ki, bir neçə qrup deyirik, amma burada məsələ ondan ibarətdir ki, ekranı təmizləyirəm təbii ki, bu hissədən. Antivirus proqramlarının adlarını yazacağım və onların hər bir antivirus proqramına bir söz sizə açar qayda deyəcəm, əziz abituriyentlər, müəllimlər. Həmin sözləri çalışın yadınızda saxlayın. Deməli, birinci antivirus növümüz birinci. Başlayırıq. Sıralama önəmlidirmi? Xeyr. Birinci olacaq Dedaktor. Dedaktorlar. Bax, bunun qabağında yazım məlum. Mən nə açardı onu deyəcəm, tərif et. Deməli, tərif nə olur olsun, orada məlum sözünü tapmalısınız. Redaktorda ekvivalentli məlum sözü ilə açar sözlər verirəm sizə. Bir əməli yaddaşda və xarici qurğularda yalnız ona məlum olanı tapır. Bu antivirusun vəzifəsi nədir? Əməli yaddaşda, istərsə xarici qurğularda yalnız buna məlum, yəni məlum olan virusu axtarışını təmin edir və onu tapır. İkinci gəlir bizdə nə? Doktor. Doktorlara həkimdə deyirik. Eyni zamanda faqlar. Bu da yadımızda qalsın. Adlarıdır bunlar. Hələ bunun adıdır. Həkim neynir? Nəysə aşkarlayır. Bax, yadımızda qalsın. Aşkar edir. Eyni zamanda bir vəzifəsi də var. Zərərsizləşdirir. Zərərsizləşdirir. Bax, bu da yadımızda qalsın. Daha sonra gəlir üçüncü müfəttiş. Müfəttiş. Bu da ekvivalentdir, yadımızda qalsın. İlkin vəziyyət, cari zaman. Cari zaman, ilkin vəziyyət. Bu sözləri yadınızda saxlayın. Uzun-uzun təriflər verəcək. Orada cari zaman, ilkin vəziyyət məsələsi varsa, bu müfəttişin vəzifəsidir. Müfəttiş nə edir? Proqramları, qovluqları, faylları, sistem sahələrini, məzmununu yadda saxlamaqla dövrü olaraq cari zamanla ilkin vəziyyətlə müqayisə edir. Və cari zaman, ilkin vəziyyət, açar sözümüzdə oldu nə? Müqayisə. Primitiv bir nümunə deyəcəm, müfəttiş. Kimsə bankdan pul götürürsə, neynir? Bank müfəttişi evə gəlir. Gəlir, deyir, görün, bu pulu ödeyə biləcəyimi? Bunun nəyi var? Bunun bir maşını var, bir inəyi var, bir məndən həyatyanı sahəsi var. Açarların altın göynən burada işarələdim. Bunu yaxşı olar bir formada da alıram dairəyə seçin. Bunları hərəsinin qabağından yazın. Müqayisə edir və cari zamanı da burada qeyd edilir ilkin vəziyyətlə birgə. Daha sonra davam edirik biz. Dördüncü. Doktor müfəttiş. Bu ikili funksiya daşıyır. Doktorla müfəttiş. Deməli, doktor nə vardı? Aşkarladı, zərərsizləşdirdi və doktor müfəttişdə ikisinin funksiyasını yerinə yetirdi. Eyni zamanda, bax, belə deyək də ikili funksiya. Aha. Deməli, doktorla müfəttişin ikisinin işini gördü. Aşkarladı, zərərsizləşdirdi, cari zamanladı, müqayisə elədi bir proqram altında. Beşinci olur nə? Süzgəc. Süzgəclər. Eyni zamanda bu adlanır filtr. Filtrlər. Süzgəc və ya filtrlər deyirik. Burada açar qayda. Yadınızda saxlayın. Burada əməliyyat sistemi sözünü görəsiniz. Bir də əməliyyat. Mütləq. Bu iki sözü görəsiniz burada. Yadınızda qalsın. Süzgəclər nədir?
Virusların çoxalma, zərər vurma məqsədi ilə əməliyyat sisteminə etdiyi müraciəti tutur, təhlükəli əməliyyatlara nəzarət edir. Nə dedim? Burada nə görəcəkdik? Əməliyyat, eyni zamanda əməliyyat sistemi sözünü görəcək. Doktor müfəttişi də buradan işarə edirəm ikili funksiya apardığına görə. Daha sonra sonuncu növümüz, 6-cı növ, vaksin. Vaksinlər immunizatorlar da adlanır. Bunlara immunizatorlar da deyilir. Vaksinlərdə açar söz yoluxmuş. Böyük uzun bir cümlə verəcək, əziz abituriyentlər, müəllimlər. Burada çalışın, açar sözləri yadınızda saxlayın. Deməli, baxaq, vaksinlər nədir? Bir çox proqramları vaksinləşdirmə yolu ilə yoluxmasının qarşısını alır. Vaksinləşdirmənin mahiyyəti ondan ibarətdir ki, proqram və ya diskin modifikasiyasında, yəni dövründə proqramın normal yerinə yetirilməsi əks olunur. Bununla da viruslar onu yoluxmuş kimi qəbul edir. Ona görə də yoluxdurmaya təkid etmir. Bu uzunluqda bir cümləni yadda saxlamağa ehtiyacı varmı? Xeyr. Bir dəfə oxuyun, məqsədi müəyyən edin. Ondan sonra açar sözlərlə yadda saxlayın. Bir də təkrar keçirəm üstündən. Antivirusun növləri: redaktor, doktor, müfəttiş, süzgəclər, vaksinlər. İndi gələk bunlar haqqında danışaq. Redaktor dediyi nədir? Yalnız ona məlum olanı tapır. Yalnız məlum, açar sözü. Doktor, faqlar, həkimlər də deyirik. Aşkar edir, zərərsizləşdirir. Müfəttiş, mütləq müqayisə eləyəcək nə ilə? Cari zamanla, indiki vəziyyətlə. Doktor müfəttiş ikili funksiya yerinə yetirir. Süzgəc filtrdir. Orada mütləq əməliyyat sistemi, əməliyyat sözü olacaq. Vaksinlər, immunizatorlar, yoluxmuş sözünü orada görəcəksiniz. Bu olur bizim 16.1 dimdən olan bölməmizin izahı. Daha sonra 16.2 bildiyiniz kimi dimdə 16.1 və 16.2 gəlir. Kompüter cinayətkarlığı, kriptoqrafiya. Birinci saniyə icazə üzrə ekran təmizləyim mən. Deməli, kompüter sahəsində baş verən, ümumiyyətlə internetdə, bu sahədə baş verən bütün cinayətlər adlanır kiber cinayətkarlıq. Kiber cinayətkarlıq internet və kompüter şəbəkələrindən istifadə olunmaqla törədilən bu cinayətlər toplusudur. Əməliyyat, bunlarda da biz üç dənə burada terminlə istifadə edirik. Bircə saniyə, onları qeyd edeyim bura. Hərəsinin haqqında iki cümlələ deyəcəyim, bunlar da yadınızda qalacaq. Birinci var hacker. Biri var senari uşağı. Biri də var kraker. Gərək bunlara baxaq. Yadımızda saxlayaq. Əməliyyat sistemin olduqca yaxşı bilir. Olan nüvəsinin bir yerdən bir hissəsini yenidən proqramlaşdıra bilir. Professional kompüter mütəxəssisləridir. Bax, bunlar hakkerlərdir. Yaxşı bilir, yaxşı yönümlü istifadə edir. Bu cümləni yadınızda saxlayın. Yəni, negativ mənaya gələn hacker deyil. Hacker yaxşı mənalıdır. Bilir və bildiklərindən ancaq və ancaq yaxşı mənada istifadə edir. Negativ kimi deyil. Negativ mənada işlənən bu ikisidir. Yəni, senari uşağı ilə, bunlar ikisi negativ mənadadır, krakerlər. Senari uşağı digər hacker utilitlərdən istifadə edir və kompüterin təhlükəsizlik sistemlərinə zərər verə biləcək şəxsdir. Amma öz istifadə digərlərindən istifadə eləyərək. Senari uşağı yadımızda qalsın. Hakkerlik sahəsində kifayət qədər, bax, burada bu sözü yadınızda saxlayın. Kifayət qədər biliyə sahib deyil. Deyil. Bax, burada açar qayda. Deyəcək kifayət qədər biliyə sahib deyil. Bu senari uşağıdır. Krakerlər isə kompüter və kompüter şəbəkələrini qeyri-qanuni daxil olaraq məlumatları məhv etmək. Hamısı biliklidirlərmi? Bəli. Amma bax, o məhv etmək, ziyan vermək, nə bilim, zərərli hərəkət, niyyət ancaq ziyan verməkdir. Bunlar artıq nədir? Krakerlərdir. Yadda saxlayaq ki, krakerin, bax, bu sözdə açar qaydadır. Bilik səviyyəsi, senari uşağı ilə hakkerin arasında qalır. Hacker bilikli deyil, kraker az biliklidir, belə deyil, senari uşağın arasında qalır. Belə götürək də, hacker
Bu da Sesinar uşağı. Bu isə Krakkert. Belə deyil. Ən böyüyü budur, sonra budur, sonra budur. Belə götürə bilərik. Burada sonra gəlir kompüter piratçılığı. Piratçılıq nə deyir? Ümumiyyətlə proqram məhsulu icazəsiz üzü yayılırsa, kopyası çıxardılırsa, bu artıq piratçılıqdır. Buna kompüter piratçılığı deyirik. Müəllif hüququnu təqdim edən, bizə təsdiqlədən və yaxud da müəllif hüququnu bizə tanıdan üç işarə var. Biri C-dir. Bu dırnaqda da ola bilər, yadımızda saxlayaq. Dairənin də içində C yazıla bilər, mötərizədə də C yazıla bilər, problem yoxdur. Hüquq sahibinin adı. Sahibin adı. Bir də yadımızda saxlayaq ki, proqramın buraxılış ili. İli və ya buraxılış ili. İli. Bunu da yadımızda saxladıqsa, burada müəllif hüququnu təsdiqləyən işarələri də bilmiş olduk. Müəllif hüququ baxımından proqram təminatını 5 kateqoriyaya böləcək. Bu kateqoriyalar əvvəllər dedilər düşmür, düşür. Həm dərsliklərdə var, həm də ki, bilməyinizdə fayda var. Birinci ictimaiyyətə məxsusdur. Burada açar qayda. Sərbəst üzü yayılır. İctimaiyyətə məxsus da bu pullu filan deyil. Köçürülə bilir və müəllif hüququ qorunmur. Üzü yayılır, müəllifliyi də qorunmur. Qorunmur. Bu yadımızda saxladıq mı? Bu nə oldu? Üzü yayıla bilir. Yəni istənilən halda biz onun kopyasını da çıxarda bilirik, müəllifi də vurğulamırıq. Bu olur ictimaiyyətə məxsus olan proqram təminatı. İkinci gəlir, bax, adına baxın, şərti. Baxın, şərti sözü var. Şərti ödənişsiz proqram. Əslində bunlar belə də düşür şəviyə. Paylaşıla biləndə yəni. Müəllif hüququ qorunur. Müəllifi təsdiqləyirsən, deyirsən ki, bu müəllifi budur. Amma pulsuz istifadə edirsən. Pulu deyil. Ona görə deyir şərti. Şərti nə oldu bunun? Müəllifi tanı. Müəllifi qoru. Müəllif hüququn qoru. İctimaiyyətə məxsusda nə idi? Müəllif qorunmurdu. Sərbəst üzü yayılırdı. Şərti ödənişlidə. Ödənişsizdə daha doğrusu. Ödənişsiz. Ödənişsizdirmi? Ödənişsizdir. Amma bir dənə şərt qoyub qarşısına ki, müəllif hüququ qorumalısan. Sonra var ödənişsiz proqram. Bu freeware'dir. Freeware. Ödənişsizdir. İlkin kod daxil olmaqla ödənişsiz yayılan bir proqram təminatıdır və burada bizdə nə müəlliflik qorunmur, nə pullu deyil, nə başqa, bu rahatdır. Ödənişsiz. Dördüncü gəlir özəl. Özəl proqram təminatı. Properties, yəni müəllifin və qanun sahibinin xüsusi mülkiyyəti olan proqramlardır. Burada artıq mülkiyyət sahibi, patentli sahib icazə verərsə o məhsullar yayıla bilər. Özəl. Özəl, özünə məxsusdur. Beşinci olur ticari proqram. Ticari proqram təminatı. Bu da kommersiyanaldır. Kommersiya varsa gəlir. Bunu da belə yadımızda saxlayırıq. Gəlir əldə etmək məqsədi ilə yaradılmış proqram təminatıdır. Bir dənə təkrarlayaq. Sərbəst üzü yayılır, müəllif hüququ qorunmur. Bu nə oldu? İctimaiyyətə məxsus. Hər kəsə məxsusdursa o müəllifin niyə mən tanıyım və ya sərbəst üzü yayılırsa, o ictimaiyyətə məxsusdur artıq. İctimaiyyətindir də, belə deyək. Sonra gəlir şərti. Şərti ödənişsiz proqram təminatı. Müəllif hüququn, şərtimiz nə idi? Müəllifin hüququnu qoru, amma ödənişsiz istifadə elə. Freeware həm ödənişsizdir, həm də başqa bir şərt qoymur da daxilində. Elə ödənişsiz istifadə olunan proqramlardır. Özəl, özünə məxsusdur. Kimin? Müəllifin, qanun sahibi, mülkiyyətin. Ticari də gəlir əldə etmək məqsədi ilə aparılan proqram təminatı, gəlir əldə etmək məqsədi yaradılmış daha doğrusu proqramlardandır. Sonra gəlirik kriptoqrafiya. Bax, bu kriptoqrafiya nədir? Kriptoqrafiya. Kriptoqrafiya Yunan sözüdür, gizli yazıram mənasındadır, gizli yazı mənasında verir. Yadımızda saxlayaq ki, gizli yazılarda əslində biz informasiyanın hər hansı şərti işarə ilə kodlaşdırmasına kod demişdik. Kodlardan istifadə edirdik. Bir dənə ümumi təkrar edək. Nə bilim, rebuslar 3-cü sinifdə, bayraq əlifbası 5-ci sinifdə və eyni zamanda nöqtə tirədən ibarət olan Morse kodundan istifadə olunurdu, teleqraf sahəsində də istifadə olunur. Burada isə istifadə olunan Sezar şifrələməsidir. Sezar rahatdır. Müəyyən bir əlifba verir mütləq bizə. Əlifbada hərflər müəyyən bir simvol mövqedə şifrələnir.
Şifrə bəzən mütənasibliyi verilir. Məsələn, 4 hərf, hər hərf özündən 4 hərf sonra, 5 hərf sonra fərqli. Bəzən isə verilmir, özümüz tapmaq məcburiyyətində qalırıq. Burada bir şey yadınızda saxlayın. Əgər sözü versə, söz verilib. Deyir şifrələnib, şifrə. Hərfdən sonraya baxırıq. Desə, söz deşifrədir, deşifrə. O zaman əksinə baxırıq. Yadımızda qalsın. Burada müəyyən bir əlifba verilmi? Şifrədirsə bu istiqamətdə hərflərdən özündən mövqe. Deşifrədirsə bu istiqamətdə baxırıq. Buna da test nümunələrində baxacaq daha dəqiq. Deməli, kriptoqrafiya yeni anlayışdır, amma burada açarlardan istifadə olunur. Açarlar özü də iki cürdür. Asimetrik, simmetrik. Baxın. Biri var asimetrik. Bir də var simmetrik. Asimetrik, normal, anormal. A, inkardır burada. Simmetriya nədir? Açarda belədir də. Açan açar. Açan açar. Açan. Eyni zamanda bağlayırsa bu olur simmetrik. Açar açarla, açan açarla, bağlayan açar fərqlidirsə bu olur asimetrik. Bizim imzamız, baxın, bu mən belə çəkdim. 5 dəqiqə sonra başqa cürdə çəkir. Bu asimetrikdir. İndi buna toxunacağım imzalarda. Deməli, açan açar, bağlayan açardan fərqlidirsə bu asimetrikdir. Eynidirsə bu simmetrikdir. Müəyyən kodlar. Məsələn yazmışam 0, 0, 0, 9 məsələn. Bu simmetrikdir. Nəyə görə? Mən 0-ı klaviaturun daxil etsin, bu dəyişməyəcək. Sonra gəlir bizdə rəqəmli imza, rəqəmli sertifikat. İki də bu belə də terminləri bir-birinə ayıraq. Ona da dərsimiz yekunlaşmış olur. Çalışıram istədiyim qədər qısa çəkim sizə bu videoları. Və burada sanki bunu müzakirə videosu qəbul edir. Baxın, rəqəmli imza. İmza. Bir də var rəqəmli sertifikat. Xəttə də fikir verməyin. Rəqəmli imzada yadımızda saxlayaq ki, müəllif təsdiqlənir. Bax, müəllifin həqiqiliyin təsdiq edir. Müəllifin hüququn, yəni müəllif kimdirsə onu təsdiq edir. Müəllifə məxsusdur. Və burada qeyd edirəm, asimetrikdir. Niyə asimetrikdir? Bircə saniyə. Aha. Bu silindi buradan. Biz buradan davam edərik. Niyə asimetrikdir rəqəmli imza? İmza. Bu da rəqəmli sertifikat. Rəqəmli imza dedik, müəllifin kimliyin bəlirləyir, həqiqiliyin göstərir. Eyni zamanda asimetrikdir. Bu sözü yadımızda saxlayırıq. Niyə? Mənim imzam dəyişə bilərmi? Bəli. Simmetrikdirmi? Xeyr. Rəqəmli sertifikat nədir bə? Burada da mütləq səlahiyyətli orqan var. Müəyyən bir orqan verir. Səlahiyyətli orqan sözünü yadımızda saxlayırıq. Burada da eyni zamanda bu məlumatda açıq açarın həqiqətən imza sahibinə aid olması və deşifrələmə məqsədilə də istifadə edilməsi üçün təsdiqlənir. Müəyyən bir möhürü olur üzərində. Ümumiyyətlə, səlahiyyətli orqan yazıbsa sertifikatdır. Həqiqiliyi, müəllif hüququnun həqiqiliyi, asimetrikliyi varsa bu rəqəmli imzadır. Əziz müəllimlər, əziz abituriyentlər, ümid edirəm ki, faydalı bir dərs oldu. Yenə deyirəm, mən burada bu dərslərdə hər dərsi geniş-geniş çəkə bilməyəcəm. Niyə? Ona sizin də vaxtınız yoxdur. Və bu dərs sadəcə bu açılan YouTube kanalında olan dərslər, eyni zamanda Telegramda videoların yüklənməsi sadəcə sizə təkrar məqsədində xidmət edir. Siz onsuz da 1 il, 2 ildir bu informatika fənnini oxuyursunuz. Sadəcə mənim sizə köməyimə ola bilər ki, bu mövzuları bir də sizinlə təkrarlayım. İstər nəzəri materialları, istərsə də hansısa hesablama texnikasına əsaslanan materialları. Ümid edirəm faydalı oldu. Dərsi izləyirsiniz. Ümumiyyətlə çalışın YouTube istər linkin, eyni zamanda Telegram kanalımızın linkin paylaşın maksimal dərəcədə. Çox abituriyentə faydamız olsun. Canlı dərslərimiz inşallah ayın 7-sindən 23-da etibarən davam edəcək hər gün. Canlı dərsdə mövzu izahı olmayacaq, çünki mövzu izahına vaxtımız yoxdur. Eyni zamanda testlərə izah olacaq. Canlı dərs öncəsi mən sizə onsuz da belə dərslərin videosunu çəkib göndərəcəm.
Videoları mütləq izləyin. Birinci bölmənin test izahını ola bilər sabah sizə göndərərəm. Birinci bölmənin testlərini yazarsınız. Canlı dərslərimizdə artıq sistemlərindən başlamış olarıq. Diqqətinizə görə minnətdaram. Növbəti video izahda, dərsdə görüşənədək videonu bəyənməyi, dostlarla paylaşmağı unutmayın. Növbəti videoda görüşənədək sağ olun.